1483-cü ilin mübarək Ramazan ayı. Ərdəbilin dar, daş döşənmiş küçələrində baharın ilıq nəfəsi ilə yanaşı həm də mistik bir oyanış hissi var. Şəhərin mərkəzində Şeyx Səfiyyəddin türbəsinin uca divarları önündə minlərlə insan toplanıb. Lakin bu dəfə onlar yalnız dua üçün deyil, yeni bir kimliyin doğuşuna şahidlik etmək üçün buradadırlar. Şəhər sanki daxildən qaynayır. Dərvişlər küçələri gəzərək xalqın dərdini dinləyir, ağqoyunlu məmurlarının ağır vergiləri, malucaat, qopçur, çərik altında əzilən rəncbərlərə ümid verirlər. Birinci hissə: Qızılbaşlığın doğuşu, meydan mərasimi. Meydanın ortasında uca bir minbər qurulub. Şeyx Heydər başında hələ örtülü olan bir əşya ilə minbərə qalxır. Onun ətrafında Hüseyin bəy Şamlı, Dədə bəy və Xadim bəy Xulafa kimi sadiq sərkərdələr qılıncları qınında, başları aşağı gözləyirlər. Ey Ərdəbil əhli! Ey hak yolunun yolcuları! Biz qınımızdakı qılıncları elimizə alıb doğru atlara minib meydana çıxarkən nə dedik? Biz öncə Türk'ük, sonra Müslüman. Biz Azərbaycan məmləkətinin ulu xanədan qoruqçularıyıq. İndiyə qədər başımızdakı çalbalar yalnız sükutun rəmziydi. Amma artıq zülmət nurun qarşısında dayana bilmir. Bu gecə mənə ulu babam Şeyx Xacəli yuxuda bir söz dedi. Şeyx əlindəki örtüyü qaldırır. Burada indiki Şirvanşahlar dövlətinin ərazisi, Ərdəbil hakimliyinin ərazisi və gələcək Səfəvi dövlətinin hədəf alacağı bütöv Azərbaycan xəritəsinin sxemi var. Vaxtilə ulu babam Şeyx Əli, Türkün böyük xaqanı və İslamın hamisi Əmir Teymurla bu ocaqda görüşmüşdür. O vaxtlar Əmir Teymurun böyük Turan arzusunu anlamayan cahillər